Dövlət Yol Polisi bayram günləri ilə bağlı sürücülərə xəbərdarlıq eləyib və bunu haqda siz ətraflı məlumatı sujetdən biləcəksiniz. Bayram günlərində öz doğmalarını görməyə gedən insanların sayının çox olacağını nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu günlərdə yollarda daha da ehtiyatlı olmalarını tövsiyə edir. Bayramla əlaqədar olaraq rayonlar arası və şəhərlər arası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır. Bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən yanvarın 5-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, sürücülər yollarda maksimum diqqətli olmalı, sürət həddini aşmamalı, ötmə qaydalarına riayət olunmalıdır. Çünki çox vaxt ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevr etmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. İstirahət gedən əksər insanlar öz fərd avtomobillərindən istifadə edirlər və bu səbəbdən də yola çıxan sürücülərdən biz bir daha tövsiyə edirik ki, ümumilikdə yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Bu bayram günlərində özlərinin, ailə üzvlərinin, yaxınlarının belə deyək, xoş əhval-ruhiyyə ilə keçməsini təmin etmək üçün bu qaydalara ciddi riayət etsinlər. Keçən ilin yeni il bayram ərəfəsində 60 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 23 nəfər dünyasını dəyişib, 84 nəfər xəsarət alıb.